Sizcə Edits proqramı CapCut-ı əvəz edə biləcəkmi? Meta'nın yeni bir məhsulu çıxdı, Edits proqramı. Bugün bu proqram haqqında sizə məlumat verəcəm. Meta'nın yeni məhsulu olan Edit haqqında sizə qısa məlumat vermək istəyirəm. CapCut-da gördüyünüz işlərin bir çoxunu burada görə bilərsiniz. Adından da məlum olduğu kimi Edit hər hansı bir videoları editləmək üçündür. Play Store-dan və yaxud App Store-dan rahatlıqla bu proqramı yükləyə bilərsiniz. Birinci stikerdir, yəni yapışqan notlardır. Hər hansı bir özünüz üçün hər hansı bir qeyd götürmək üçün yapışqan notlardan istifadə edə bilərsiniz. Buradan plusla əlavə edə bilərsiniz. Və yaxud Reels videolarınızın ya da saxladığınız Reels videolarınızın üzərində hər hansı bir notlar götürə bilərsiniz özünüz üçün. Kolleksiya yarada bilərsiniz, video kolleksiyası. Burada kəşfətdə olan Instagram'daki Reels videoları baxabilirsiniz. Üçüncü ən ortadakı hər hansı bir videonu hazırlamaq üçün də, editləmək üçün də, bunun üçün də burada üstə gəl işarəsinin üzərinə vururuq. Hər hansı bir videonu seçirik. Məsələn, deyək ki, bu videonu seçdik burada. Videonu seçəndən sonra video bu cür yüklənir. Videonun üzərində hər hansı bir editləmə işi apara bilirsiniz. Burada birinci videoya səs əlavə edə bilirsiniz. Mətndə videoya mətn əlavə edə bilirsiniz. Səsləndirmədə videonun üzərində hər hansı bir səsləndirmə edə bilirsiniz. CC alt yazıları videonun alt yazını çıxara bilirsiniz və s. Burada bir baxaraq burada hər hansı bir funksiyanı əlavə edə bilirsiniz. İstədiyiniz funksiyadan, istədiyiniz alətdən istifadə edə bilirsiniz. Bindirmə videonun üzərinə əlavə olaraq ikinci bir video yükləyə bilirsiniz və s. Yəni burada funksiyalar çoxdur. Baxın, ikinci bir video gəldi, 2 dənə video. Bu çox maraqlı bir funksiyadır. Ortada bir video gedir, arxa fonda da başqa bir video gedir. Bu istədiyiniz zaman bu videonu balacalaşdırıb böyüdə bilirsiniz, istədiyiniz yerə qoya bilirsiniz və s. Maraqlı bir funksiyadır. Bu funksiya Instagram'ın özündə yoxdur, buradadır. Kəsimdir, SoundX-dir, çıxartmadır. Bunlardan hamısından tək-tək istifadə edə bilirsiniz. Funksiyaları çoxdur. Məsələn, videonun üzərinə vuranda videonun özünü editləmək üçün burada sürətini artırmaq var, səsi düzəltmək var, videonu bölmək var, silmək var, filtrləmək var. Yaşıl ekran var ki, burada hansı ki yaşıl ekranı vurursunuz, davamı vurursunuz, artıq izin ver. Baxın, görürsünüz, mən artıq bu videoda düşürəm yaşıl ekranda. Yəni mən danışa-danışa, video arxa fonda gedə-gedə mən danışa bilirəm. Burada artıq videonu başlata vursam, həm burada mən danışacağım, həm də arxa fonda mənim videom gedəcək. Belə bir funksiyası var. Bu da fərqli bir funksiyasıdır. Digər funksiyalar Instagram'da da var, bir baxa bilərsiniz. Sonra bu da bayaqki o yaşıl ekranın ayrıcı olan bir funksiyasıdır. Burada da baxın, mən yaşıl ekran hal-hazırda mən videoyu başlatsam, arxada yaşıl ekran eləyə bilirəm, arxa transfer verə bilirəm, musiqi verə bilirəm və s. Və ən nəhayət sonuncu isə statistikadır. Reels videolarınızın statistikasıdır ki, sizin Reels videolarınıza nə qədər baxılıb. Proqram çox maraqlı bir proqramdır. İstifadə edərək bu proqramdan faydalana bilərsiniz.